Sizcə 10.000 metr yüksəklikdən paraşütsüz düşərək sağ qalmaq mümkündür? Bəli, mümkündür. Tanış olun. 1972-ci il 22 yaşlı stüardessa Vesna Vuloviç çalışdığı təyyarənin havada partlayacağını bilmirdi. Jet Uçuş 367 nömrəli təyyarə 10.160 metr yüksəklikdə olarkən bagaj bölməsində bomba partladı. Təyyarə havada parçalandı. Bütün sərnişinlər və ekipaj üzvləri dərhal həlak oldu. Vesnadan başqa. Vesna təyyarənin quyruq hissəsində yemək arabası ilə oturacaqlar arasında sıxışıb qalmışdı. O, buqalıq parçası ilə birlikdə 3 dəqiqədən çox sərbəst düşüş etdi. Onun şansı onda idi ki, o qarla örtülmüş sıx meşəlik bir dağ yamacına düşdü. Bu, zərbəni inanılmaz dərəcədə yumşaltdı. Onu meşədə qışqırarkən tapan kəndli 2-ci Dünya müharibəsi zamanı tibb bacısı olmuşdu və ona ilk yardımı göstərə bildi. Vesnanın kəllə sümüyü, 3 onurğa fəqərəsi, ayaqları və çanağı sınmışdı. O günlərlə komada qaldı, amma sağ qaldı. O, paraşütsüz ən yüksək düşüşdən sağ çıxan şəxs kimi Ginnesin rekordlar kitabına düşdü və daha 44 il yaşadı. Dostlar, əgər videonu bəyəndinizsə, kanalımıza abunə olmağı, videonu like etməyi və öz dəyərli fikirlərinizi aşağıdakı şərh bölməsində bizimlə bölüşməyi unutmayın. Sağ olun və salamat qalın. Qismət olarsa növbəti videoda görüşərik.